Novruzov Pərviz Natiqoğlu 2 fevral 2002-ci ildə Kürdəmir rayon Ərəbxana kəndində anadan olub. 2008-2019-cu illərdə Ərəbxana kənd Şəhid Mərdan Quliyev adına tam orta məktəbində təhsil alıb. 2019-cu ildə Şamaxı Dövlət Regional Kollecinə daxil olub. 6 ay oxuduqdan sonra Həqqi hərbi xidmətə girib. Azərbaycan ordusunun əsgəri olan Pərviz Novruzov 2020-ci il sentyabrın 27-sində Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanın işğal altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzuli və Xocavənd istiqamətində gedən döyüşlərdə iştirak edib. Füzuli uğrunda döyüşdə qəhrəmancasına şəhid olub. Vətən müharibəsi zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün vətən uğrunda Füzulinin azad olunmasına görə və Xocavəndin azad olunmasına görə medalları ilə təltif edilib. Kürdəmir rayon Ərəbxana kənd qəbirstanlığında dəfn edilib. Məkanı cənnət olsun şəhidimizin.